Salam değerli 7-ci siniflər. Bugün yeni bir dərsimizi dinləyəcək. Mövzu 1.2 CIS, yəni coğrafi informasiya sistemlərində coğrafi mövqeyin təyini. Deməli, ilk öncə baxaq. Norveç dənizi, dəniz və okeana çıxışı olması qlobal dəniz yük daşımalarında mühüm rol oynamışdı. Bu arada Norveç bilir ki, Skandinaviya ölkəsidir, yəni Skandinaviya yarımadasında yerləşir. Bax, bu Skandinaviya yarımadasıdır. Burada yerləşir Norveç, İsveç və Finlandiya. Dəniz və okeana çıxışın olması qlobal dəniz yük daşımalarında mühüm rol oynamışdı. Ölkə coğrafi informasiya sisteminin açıqlamasını da yəni göstərir. Coğrafi texnologiyasını, naviqasiyasını və dəniz idarə etmə sistemlərini inkişaf etdirmişdi. Norveç bu sistemi gəmi yük daşımalarında tətbiq edən ölkələrdən biridir. Bəs Norveç dəniz gəmiçiliyində CIS-in əhəmiyyəti nədədir? Norveç gəmiçiliyində deyir ki, dəniz gəmiçiliyində CIS-in əhəmiyyəti nədən ibarətdir? Yəni, indi hal-hazırda biz CIS olmadan gəmidir, təyyarədir. Bax, bu istiqamətdə bu nəqliyyatların istifadəsində mütləq istifadə olunur CIS. Gəmi hərəkətinin idarə edilməsində CIS gəmilərin hərəkətini izləyir, toqquşmaların qarşısını alır, limanlarda və sahil zonalarda nəqliyyat axınının sıxlığını idarə edir. Çox yaxşı bir sistemdir əslində uşaqlar. Və 21-ci əsr demək olar ki, ixtiralarındandır. İkincisi odur ki, gəmi təhlükəsizlik keçid üçün gəmiləri dənizin dibində maneələri göstərən xəritələr və hava məlumatlarla təmin edilir. Yəni, siqnal vasitəsilə göstərir ki, dənizin dibində hansı problemlər var, hansı maneələr ola bilər və hava xəbərdarlığını verir ki, hava necə keçəcək, gəmilərin idarəsi üçün uyğun olacaq, yoxsa yox. Və üçüncü isə limanın idarə edilməsidir. CIS xəritəsi, deməli, CIS vasitəsilə gəmilərin yanalması üçün, yəni sahil boyu məntəqələrin uyğunluğu seçilir. Limanın genişləndirilməsi, texniki xidmət fəaliyyəti və yüklərin səmərəli idarə edilməsi müəyyən olunur. Bu da şəkillərini görə bilirik uşaqlar. Dənizin dibində hansı problemlər görə bilərik? Sahil boyu ərazilərin proqramda rəngli formasını görə bilirik. CIS xəritəsində necə göründüyünü görə bilirik. Dərinliyini məhz CIS xəritəsi vasitəsilə, indiki xəritələrdə CIS vasitəsilə tərtib edilə bilir. Bu isə limanda fırtınalı hava şəraiti əvvəlcədən müəyyən edir ki, əraziyə hansı hava şəraiti daxil olacaq, hansı hava kütləsi daxil olacaq, hava soyuqmu, yağıntılı mı və yaxud da ki, aydın hava olacaq. Bunlar haqqında məlumat verir sahilə və bu zamanda gəmi yanalan zaman həmin problemləri nəzərə alır. Dənizdə yanacaq hasilatı. Norveç dənizi neft və qaz ehtiyatla bilir ki, Norveç bəli, dünyada neft qaz ehtiyatına görə seçilən ölkələrdəndir. CIS yataqların seçilməsi, dəniz platformalarının genişləndirilməsi və müxtəlif obyektlərin monitorinqində mühüm rol oynayır. Yalnız Norveçdə yox, bütün inkişaf etmiş ölkələrdə və eləcə də Azərbaycanda CIS-dən istifadə olunur. CIS proqramı vasitəsilə yataqların seçilməsi, daha uyğun yataqların məsləhət görülməsini CIS vasitəsilə, CIS xəritələri ilə görmək daha yaxşıdır uşaqlar. Və buz naviqasiyası, CIS texnologiyası dənizlərin buzla örtülmüş hissələrində sularda gəmilərin təhlükəsiz hərəkətini təmin edir. Gəminin olduğu yeri və buz örtüyü haqqında məlumatları gəmiləri örtülməklə onların təhlükəli şəraitdən uzaqlaşmasına kömək edir. Bu buzla örtülü ərazilərdə yük daşımadır, gördüyünüz kimi, və ətraf mühitin izlənməsi CIS vasitəsilə suyun keyfiyyətinə nəzarət edilir, zərərli tullantıların və dəniz nəqliyyatının ekosistemlərə təsirini qiymətləndirir. Yəni, ətraf aləmə təsirini qiymətləndirir, ətraf mühitin mühafizəsini təmin edilir. Deməli, CIS vasitəsilə nə edilir? Suyun keyfiyyəti izlənildi, zərərli tullantılar, dəniz nəqliyyatı ekosistemləri təsirini göstərir. Təbii ki, gəminin düşünmürük ki, bəlkə də gəmi dənizə ziyan deyil, okeana hansı bir zərəri yoxdur deyə bilmərik. Təbii ki, gəmilərin də okeanlara, dənizlərə, yəni bilirik ki, yanğınla işləyir də belə, neftlə, qazla, yəni yanacaqla daha doğrusu işləyir demək istəyirəm. Yanacaqla işləyir və yanacaqla işlədiyi üçün əlbəttə ki, mühərrik çalışdıqca həmin o yanacağı suya axıdır, istər-istəməz, yəni bulantılıq, çirklilik yaradır, ətraf mühitə ziyan vurur. Və bu da CIS proqramı vasitəsilə ətraf mühitin mühafizəsini təmin edilir. Bu da sahil zona ekosisteminin CIS-lə tərtibidir. Gördüyünüz kimi. Və Şimal dənizi, Norveç dənizi, bir də Barents dənizi. Bax, bu dənizlər Skandinaviya yarımadasının, yəni Norveçin ətrafında yerləşir. Bu üç dəniz. Keçək tapşırıqlarımıza uşaqlar.
Deməli, birinci sualda dünyanın fiziki xəritəsindən istinad edərək Norveçin coğrafi mövqeyini təyin edin. Siz fiziki xəritəyə baxmaqla uşaqlar müəyyən edə bilərsiniz. Səhifə 88-ə baxmaqda müəyyən edə bilərik ki, biz keçmişdə yaxı coğrafi koordinatlar deyəndə coğrafi enlik və coğrafi uzunluqdan söhbət gedir. Norveç təqribən 57 dərəcə və 71 dərəcə şimal enlikləri arasındadır. 40 və 31 dərəcə isə şərq uzunluqları arasında yerləşir. Səbəb ona görədir ki, Qrinviç meridianından sağda, ekvatordan yuxarıda yerləşir. Ona görə də həm şimal yarımkürəsində də, həmçinin şərq uzunluğunda, yəni şərq yarımkürəsində də yerləşir. Paralellər nə oldu? Paralellər coğrafi enliklərdir. Yəni 57-71-ci paralellərdə 40 və 31-ci meridianlarda və yaxud da ki, uzunluqlarda yerləşir. Norveç Avropanın şimalında, Skandinaviya yarımadasında, İsveç və Finlandiya ölkələrlə sərhədi malikdir. Həm coğrafi koordinatlarını dedik, həm də hansı ölkələrlə sərhəddədir, onları dedik. Və dediyimiz kimi hansı ölkələrlə həmsərhəddə oları bildik. İkinci sualımıza baxaq uşaqlar. İkinci sualda A və B təsvirlərinə əsasən sualları cavablandırın. Vaxtım o qədər qısıtlıdır, o qədər dar zamanla çalışıram ki, bəzən sizi unutmuram. Sadəcə olaraq zaman çatdıra bilmirəm ki, sizlərlə bu videoları həftədə 2 dəfə olmaqla tez-tez paylaşım ki, siz normal istifadə edə biləsiniz. Artıq istəklər var idi, bilirəm. Siz də məni anladığınızı bilirəm ki, anlayırsınız, başa düşürəm. Siz məni başa düşürsünüz, mən də sizi. İkinci sualımız nədir? A və B təsvirlərinə əsasən sualları cavablandırın. A-da A şəklindəki limanı gəmiçilik baxımından qiymətləndirin. A şəklində parçalanmış, yəni girintili çıxıntılı sahil zonasının hündürlüklərin, dar, ensiz girişlərin, sahil parçalanmış. Deməli, sahili parçalanmış körfəzlər nədən yaranır uşaqlar? Niyə görə buralar girintili çıxıntılıdır? Bax, orasını deyim sizə əlavə bir məlumat olaraq. Həmin ərazilər 4-cü dövr buzlaşmasına məruz qalıb. Buzlaşmaya məruz qalıb deyə həmin hissələrdə girintili çıxıntılı sahillər var. Təkcə orada yox, eləcə də Şimali Amerikada, Avropanın şimal hissəsində bir çox ölkələrdə girintili çıxıntılı sahillər, körfəzlər çoxdur. Səbəb buzlaşmaya məruz qalıb. İndi hal-hazırda buzlar çəkilib, həmin o girintili çıxıntılı limanları və davamına baxaq. A şəklində parçalanmış sahil zonası hündürlüklərin, dar, dərin, ensiz girişlərin, sahili parçalanmış körfəzin, yəni şəkildə iki su hissəsinin bir-birinə ayrıldığı görünür və sahili boyu uzanan yollar, terminallar və yük tankerlərinin olduğunu söyləmək olar. B sualında isə bu liman gəmilər üçün hansı çətinliklər törədə bilər? Sahilləri parçalanmış adalar, sahil zonasındakı dar girişlər və hündür yerlər, həmçinin sualtı qayaların olması ehtimalı gəmilərin limana yan almasını çətinləşdirən amillərdir. Həmin o girintili, çıxıntılı və dar hissələr gəmilərin limana yan almasında çətinlik törədirlər. Öz cavablarınızla da deyə bilərsiniz. Bu konkret cavablardır. Elmi belə deyək də, konkret cümlələrdir. Burada amma siz öz cümlələrinizlə yazmaq istəyirsinizsə, biraz öz cümlələrinizlə yazın, fərqli cavablar yazın. Müəlliminizi aldatmaq üçün yox uşaqlar. Mən bu videoları çəkmirəm siz müəlliminizə pislik eləyəsiniz və yaxud da özünüzə pislik eləyəsiniz. Özünüzü aldatmayın. Sadəcə olaraq kimlər baxırsa bu videoya, onlar anlamadığı halda baxsın. Videoları anlayaraq baxsın. Yəni qulaq asıb nəsə bir nəticə çıxarsın. Xahiş edirəm sizdən artıq dərəcədə suallara baxarkən ilk öncə özünüzü düşünün, sonra baxın videoda məlumatları əldə edin. Deməli, deyir ki, liman gəmilər üçün hansı çətinlik yarada bilər? Biz bayaq dedik axı, girintili, çıxıntılı dar girişlər var. O dar girişlər də nə edəcək? Dar girişlər gəmilərin yan almasına çətinlik törədəcək. Bax, belə öz sözlərinizlə yazın. C-də deyir ki, B şəklində 3D təsvirindəki rənglər nəyi göstərir? Elə orada yazmışdı onsuz ki, həmin rənglər, rəng çalarlar uşaqlar, dərinliyi və sahilə yaxın sualtı hissədə relyefi müxtəlifliyini göstərir. Bir kəlmə bəs eləyir. Təhlükəli qaydalar dərinliyinə görə müxtəlif rəng çalarlarında verilir. Yəni, biraz tündləşdikcə dərinliyi artır, onu göstərir və sahil zonası xəritələrinə əsasən hərəkət etdiklərinə görə təhlükəsizliyini təmin etmiş olur. Öz sözlərinizlə sadəcə olaraq niyə görə rəng çalar? Adicə fiziki xəritədə niyə rəng çalarlarından istifadə olunur? Məsəl üçün, bəzi yerlərdə okeanlarda mavi rəng daha tündür, bəzilərində isə daha açıq, ağa yaxın rənglərdədir. Səbəb ona görədir ki, okeanlarda dərinlik artan yerlər tünd mavi rəngdədir, dayaz olan yerlər isə açıq mavi rənglərdədir. Bu da əlavə bir məlumatdır. Yenə deyirəm, konkret sözlərdən istifadə etməyin, çalışın öz cümlələrinizdən istifadə edin. Anladığınız şəkildə yazın cavabları. Heç kəs sizi orada asmayacaq, kəsməyəcək. Müəllim də sizə yol göstərənin biri. Müəllim sizi 100% anlayacaq, buna əminəm. Siz C şəklindəki hava şəraitinin təsirinə məruz qalmamaq üçün ciz xəritəsi hazırlamaq istəsəniz,
Həmin xəritədə nələri göstərməyi daha vacib bilərdiniz? Təbii ki, ərazinin temperaturu haqqında, relyef haqqında, ora düşən yağıntı, ora bayaq dediyim kimi daxil olan hava kütlələri haqqında, orada yaxın günlərdə tufan olma ehtimalı, dumanlı hava şəraiti bilirik ki, nəinki gəmilərin, bütün nəqliyyat vasitələrinin hərəkətinə mənfi təsir göstərir. Və yaxud da tufan olma ehtimalı yerüstü nəqliyyat vasitələrinin hamısına yəni mənfi təsir göstərir. Hava şəraitini mütləq nəzərə alınması vacibdir. Dördüncü sualda D və F şəkillərinə əsasən suallar cavabı. D və F şəkillərində təsvir edilənlər arasında hansı fərqi görürsünüz? D-də cis vasitəsi hazırlanmış xəritədə təbii ehtiyatlar, F-də sahil zonasında canlı aləmin yayılması təsvir edilir. Birində təbii ehtiyatlar var, o birisində canlı aləmin yayılması, bitki heyvanlar aləmi. B xəritəsində xəritələrin tərtib olmasına əhəmiyyəti nə ola bilər? D-də bu xəritələrin üzr istəyirəm. B variantında bu xəritələrin tərtib olunmasına əhəmiyyəti nə ola bilər? Dənizdəki təbii ehtiyatlara aid xəritələrin cislə tərtibi, platformaların yerləşdirilməsi və yanacağın daşınmasının səmərəliliyini. Yəni harda neft qaz varsa, konkret yerini təyin eləyir və həmin ərazidə platformanın yerləşdirilməsi üçün, məsələn, neft çıxaran qurğuların yerləşdirilməsi üçün səmərəli bir vəziyyət yaradır. F-də isə limanların həddindən artıq istifadəsi zamanı yaranan tullantılara və dəniz ekosisteminin, yəni limanlar çox istifadə olunan zaman təbii ki, ekosistem pozulur, ətraf tullantılarla zibillənir, ona görə də onun qarşısını almaq üçün F-də də belə bir daşınmasına nəzarət bir platforma, yəni daha doğrusu xəritədə məlumat verilibdir. Əhəmiyyət bundan ibarət ola bilər. 5-ci sualda Y şəklinə əsasən sualları cavablandırın. Şəkli təsvir edin. Şəkildə konteynerlərlə dolu bir yük gəmisi təsvir olunmuşdur. Siz kitabda baxırsınız. Gəmi donmuş, su səthi ilə bayaqları baxdıq. Buzlar var idi, buz parçaları su səthi ilə çətinliklə hərəkət edir. Gəminin qarşıda daha böyük buz parçasına rast gələcəyini, deməli biz məsələn Titanik gəmisinin hərəkətinə mane olan icebergdə yəni göstərə bilərik, deyə bilərik. Konteynerlərə dolu yük gəmisidir və onun hərəkətinə mane olan buz parçalarını görə bilərik. Orada qarşımıza iceberg çıxacaqmı, varmı, yoxmu, bunlar haqqında məlumatı da məhz cis xəritələrindən əldə edə bilərik. Bunları özünüzdən yazın. Mütləq şəkildə əlavə məlumatlarınız olsun. Dərsi anlayıb sonra cavablarınızı yazın. Sizdən artıq dərəcədə xahiş edirəm. Norveçin şimalındakı dənizlərin buzla örtülü olması ölkənin mövqeyini necə təsir edir? Buzla örtülü olarkən təbii ki, ərazi hərəkətsiz bir şey olacaq da, yəni heç bir gəmi orada hərəkət edə bilməyəcək. Baxaq görək nələrə təsir edir. Ölkənin coğrafi mövqeyi, iqlim, relyef və digər amillərin təsirindən formalaşa bilər. Norveç soyuq şimal enliklərində yerləşdiyi üçün qışda onun sahillərində dənizlər dondur. Bəs donduğu üçün nəyə təsir edir? O da coğrafi mövqeyə mənfi təsir göstərir. Və ərazidə gəmilərin hərəkət olunur və yaxud da ki, insanların yaşayışı üçün müxtəlif problemlər yaranır. Bu sözləri mütləq əlavə edeyim. Ekstremal hava şəraiti, ekstremal yəni arzu olunmaz, çətin hava şəraitidir. Hava şəraitində cis xəritələri təhlükəsizliyi necə təmin edir? Ekstremal ərazidə deməli statistik məlumatlar daxil edilir, cis xəritəsi hazırlanır. Daha sonra bu xəritələr mütəxəssislər tərəfindən təhlil olunaraq qərarlar verilir. Həmin qərara əsasən gözlənilən təhlükələr barədə əhaliyə xəbərdarlıq edilir. Necə ki, meteoroloqların biz məsləhətlərinə daim qulaq asırıq. Evdən çölə çıxmazdan öncə yağış yağacaqmı, hava soyuq olacaq, isti olacaq, bunlar haqqında məlumatımız olmalıdır ki, biz çıxarkən daha hazırlıqlı olaq. Hər cür hava şəraitinə yəni hazırlıqlı olaq. Bunun üçün meteoroloqların məlumatına qulaq asırıq. Eləcə də cis xəritələri də orada olan məlumatları bizə ötürür, əhaliyə xəbərdarlıq edilir. Hava haqqında siz də öz məlumatınızı əldə edib öz ehtiyatınızı oradan götürmüş olursunuz. 6-da isə verilən məlumatlı nümunələr əsasında cisin əhəmiyyəti ilə bağlı hansı qənaətdir? Deməli, müasir dövrdə cis əksər fəaliyyət sahələrində müxtəlif məqsəd, yəni sadəcə olaraq öz sözlərinizlə belə yaza. Bu kitab cümləsidir. Kitabdan götürülmüş cümlədir. Amma siz belə yaza bilərsiniz. Müasir dövrdə cis əksər fəaliyyət sahələrində, yəni bir çox sahələrdə istifadə etmək üçün səmərəli şərait yaradır və yaxud da ki, bizim üçün istifadəmiz üçün yararlı məlumatlar verir. İstər hava şəraiti haqqında olsun, istər dəniz nəqliyyatında və yaxud da digər vasitələrdə ağlınıza da nə gəlir, bunları yaza bilərsiniz. Məsəl üçün, deyək ki, hansı vasitələrdə sizə köməklik edir cis xəritəyə baxmaqla, biz cis xəritələrinə baxmaqla nə üçün istifadə edə bilərik? Hava şəraiti olsun, yenə deyirəm, nəqliyyat üçün olsun, gündəlik əldə edəcəyiniz məlumatları oradan əldə edə bilərsiniz. Elə ki, kənardan çəkilmiş bir şəkil kimi, video kimi əvvəlcədən baxırıq. Məsələn, deyək ki, 5 günlük, 10 günlük hava proqnozları verirlər.
Onlar hamısı kosmik peyklər, süni peyklərdən izlənilir də, yəni meteoroloji peyklər var. Onlar vasitəsilə hansı hava şəraiti olacaq, hansı hava kütləsi daxil olur, yaxın 5 gün ərzində hava soyuqmu, şaxtalımı, çox istimi keçəcək. Bunların hamısını biz televizordan və yaxud da ki, informasiya vasitələrindən əldə edirik. Onların hamısı məhz dediyimiz proqramlar, dediyimiz üsullar vasitəsilə əldə edilir, təhlil edilir və məlumatlar insanlara ötürülür, əhaliyə ötürülür. Hər birinizdə uğurlar arzulayıram. İnanıram ki, uyğun oldu, hər biriniz üçün xoş oldu. Zehin açıqlığı arzulayıram. Yenə də tapşırıram ki, həddindən artıq belə israrla tapşırıram ki, məlumatları ilk öncə özünüz yazın. Buradakı kitab cümlələrini yazmayın, qoyun kənara, öz anladığınız tərzdə yazın, başa düşdüyünüz tərzdə yazın. Mən kitabı oxuyuram orada cümlələri, həm də izahını verirəm. Nəyi də anlamadınız, şərhlərdə yazın. Vaxt tapdıqca onların hamısını cavablandıracağam. Hər birinizə uğurlar. Sağ olun.